Tamaşaçılarımızı salamlayıram. Hər kəsə pozitiv bir gün, uğurlu bir həyat arzulayıram. Təşəkkür edirəm. Gözəl bir giriş etdiniz. Ümid edirəm ki, söhbətimiz də belə faydalı olacaq və gözəl olacaq. Ümumiyyətlə, bu balansdan danışırıqsa, biz öz həyatımızda bu balansı qorumaq üçün, dediyim kimi, həm iş həyatında, həm də şəxsi öz həyatımızda bunu qorumaq üçün hansı əsas prinsiplərə əməl etməliyik? Nəyi yaddan çıxardırıq? Çox önəmli bir mövzuya toxunmusunuz. Çünki bu sadəcə iş və şəxsi həyat balansı deyil, insanın kimliyi ilə, həyata baxışı ilə, eyni zamanda münasibətləri ilə, daxili boşluğu necə kompensasiya eləməsi ilə bağlı bir məsələdir. Belə izah eləyək ki, ümumi baxanda balans həyatda çox önəmlidir. Yəni, nəbzimiz 80-120 olanda sağlamdır. 80-dən aşağı olanda gipertoniyadır, 120-dən də yuxarı olanda gipertoniyadır. Yəni, anlaya biləcəyiniz hər ikisi xəstəlikdir. Ancaq ikisinin arasında olanda sağlamlıq olur. Yəni, həyatda bütün proseslər belədir. Bir şeyin çoxu da ziyandırsa, azı da ziyandır. Bəli, biz hər zaman deyirik onun ki, birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir odur. Ümumi götürəndə, əslində problem işin çox olmağında deyil, insanın özünü işin içində itirməsindədir. İnsan o qədər işə vərdiş eləyir ki, kapitalist sistem o qədər təlqinlər eləyir ki və uğur və maliyyə göstəriciləri üzrə proqramlamalar gedir və uğurlu insanlar ucaldılır və sosial media dövründə də artıq işlər tamamilə başqa bir format alır. Çünki əvvəl insan özünü qonşusu ilə müqayisə eləyirdi. İndi isə minlərlə, milyonlarla insanın uğur vitrini ilə üz-üzədir. Sosial mediada insanlara onun nəticələrini göstərir. Prosesin ağrısını heç zaman göstərmir. Həddən artıq çox işləyən insan artıq dayananda, istirahət edəndə özünü günahkar hiss edir. Və dayanmağı mən gerdə qaldım, başqaları getdi şəklində düşünür. Dəyərsizlik, yetərsizlik hissləri bir-birinə qarışır və daxili boşluğa düşmüş olur. Bəzi hallarda da insanlar dayana bilmirlər. Ona görə ki, iş sadəcə fəaliyyət deyil, psixoloji tənzimləmə mexanizmidir. Necə? Qaçır. Yəni, ağrılı münasibətlərdən qaçır, daxili boşluqdan qaçır, problemlərdən qaçmaq üçün işə tam şəkildə. Çünki o qədər işləyir ki, işləyəndə artıq diqqət işdə olur, fokus orada olur, digər məsələləri unutmağa çalışır. Nəticədə balans pozulur, çünki sinir sistemi artıq gərgin bir rejimə vərdiş eləyir. Dayananda narahat olur. Məqam bunun üzərində və öz dəyərini işlə ölçür. Sən kimsən sualına mən işiməm deyə az qala cavab verməyə başlayır. Bu da həm də bu kapitalist dünyanın gətirdiyi şərtlərdir. Kapitalizm artıq elə bir səviyyəyə